1957-ci ildə İngiltərənin kiçik bir qəsəbəsində iki bacı Joanna və Jacqueline Pollock bədbəxt bir avtomobil qəzasında həyatını itirdi. Ailə üçün bu ağrı asanlıqla sağalacaq yara deyildi. Amma taley elə gətirdi ki, tam bir il sonra bu ailə həmin uşaqlarla yenidən qarşılaşdı. Ana Florence yenidən hamilə qaldı. Həkimlər tək uşaq gözləyirdi, amma doğuş zamanı iki qız dünyaya gəldi. Jillian və Jennifer. Və elə o andan etibarən hər şey qəribə bir hal aldı. Jenniferin alnındakı və belindəki doğum ləkələri qəzada ölən kiçik Jacqueline'in ləkələrinin eynisi idi. Qızlar böyüdükcə valideynlərinin belə izah edə bilmədiyi davranışlar göstərməyə başladılar. Heç vaxt görmədikləri oyuncaqları tanıyırdılar. Köhnə evlərinin yolunu bilirdilər. Hətta avtomobil səsi eşidəndə qorxaraq bir-birlərinə sarılırdılar. Daha da təəccüblü olan ikizlərin xarakterləri idi. Biri cəsur və qoruyucu, digər utancaq və bağımlı idi. Eyni ilə Joanna və Jacqueline kimi. Ailə artıq əmin idi, qızları geri dönmüşdü. Xəbər eşidiləndə alimlər dövrəyə girdi və ikizləri araşdırdılar. Genetik olaraq tamamilə eyni idilər, amma bu qədər çox oxşarlığı açıqlaya biləcək heç bir elmi teori yox idi. 5 yaşına gəldiklərində keçmişə dair hər şeyi unutdular. Amma ana və ata üçün bu sadəcə bir unutmaq deyildi. Yenidən doğuşun tamamlanması idi. Kimlərə bunu sadəcə yas tutan bir ailənin inancı olduğunu bildirdi, kimlərə isə reinkarnasiyanın güclü sübut olduğuna inandı. 5 yaşına çatanda isə keçmişə dair hər şeyi unutdular. Amma ana və ata üçün bu sadəcə bir unutma deyildi. Bu yenidən doğuşun tamamlanması idi. Bəziləri bunu yalnız yas tutan bir ailənin inancı olduğunu söylədi, digərləri isə buna reinkarnasiyanın ən güclü sübut olduğuna inandı. Ruhlar doğurdanmı yenidən doğulur, yoxsa bu sadəcə bir təsadüfdür? Pollock əkizləri hadisəsi hələ də dünyanın ən müəmmalı reinkarnasiya hekayələrindən biri kimi danışılır. Elm hələ də bu hadisəni tam izah edə bilmir. Bəziləri bunu təsadüf, bəziləri isə ruhun yenidən doğuşu sayır. Bəlkə də bu bədən ölür, amma yaddaş, hisslər və sevgi bir yerdə qalır. Çünki bəlkə də ruh heç vaxt ölmür. Sadəcə başqa bir həyatda yenidən nəfəs alır. Rəna Rövşənqızı, BTV.